Əziz qardaşlar, müəllif buyurur ki, bu ərkanlar barəsində ən birincisi ehramdır. Ehram yəni ki, mücərrəd olaraq, yəni adi olaraq niyyət etməkdir. Miqat yəni ki, hansı ki həccə və ya ümrəyə gedərkən müəyyən məkanlar var. Həmin məkanın adı miqat adlanır. Miqatda insan ehram paltarını geyinir və ilk olaraq orada niyyət edir. Yəni ehrama girdikdə, yəni sadəcə orada deməli niyyət etməklə, yəni həcc niyyəti və yaxud da ki ümrə niyyətini etməklə deməli ilk olaraq həccin rükununu yerinə yetirir. Buna dəlil olaraq da müəllif Ömər İbn Xəttabın, Allah ona razı olsun, hədisini dəlil olaraq gətirir. Hansı ki Ömər İbn Xəttabın hədisində Allah Rəsulu buyurmuşdur ki, İnnəməl ə'məlu bin niyyət. Diqqət edin bu hədisə. Bu hədis bütün ibadətlərə şamil olur. Allah Rəsulu bu hədisdə buyurur ki, əməllər ancaq niyyətlərə görədir. Yəni hər hansı bir əməli icra edirsənsə, mütləq o əməli etdikdə o niyyətə görədir. Yəni bütün əməllər niyyətlərə əsasəndir. Və həmçinin müəllif burada deməli Beyyinə surəsinin ayəsini gətirir. Dəlil olaraq ehrama. Yəni ehram deyildikdə nə qəsd olunur müəllifin? Yəni niyyəti yerinə yetirmək, niyyət etmək. Və bu ayədə də Allah Teala buyurur ki: "Və mə umiru illə liya'budullaha muxlisina lehu'd-dine hunafa'a." Deməli bu ayədə Allah Teala buyurur ki, onlara dini ancaq Allaha məxsus olaraq haqqa yönələrək və Allaha ibadət etmələri əmr olunmuşdur. Onlara dini yalnız Allaha xas edərək, haqqa yönələrək və Allaha ibadət etməkləri əmr olunmuşdur.